Moskva, axşam çağı, helikopter meydanı, nisbətən qaralmağa başlayan havada işıqlanan şəhər. Külək qaldırılmış qara palto ətəklərini çırpır. Uzaqda Kreml qüllələrinin işığı duman içində solğun görünür. Binanın damındakı helikopter meydanında 2 nəfər dayanır. Biri James McCarthy, 50 yaşlarında, səliqəli geyimli, İngilis aristokrat dəqiqliyi ilə davranan, üzündə təbəssüm, gözlərində isə soyuq hesablama. Digəri isə Vladimir Kleçkov, iri cüssəli, qalın səslə danışan Rus məmuru, Kreml dairələrində Çar ləqəbi ilə tanınan təhlükəli fiqur. Arxada 2 silahlı mühafizəçi, biraz aralıda mühərrikləri isinən helikopter. Türklər çox sürətlə birləşirlər. Artıq bu sadəcə mədəni layihə deyil. Turan dedikləri ideya Avrasiyanın gələcəyini dəyişə bilər. Elədir. Türk dəyərlərinin, dilinin, mədəniyyətinin fəal şəkildə təbliği, Mərkəzi Asiya gənclərinə təhsil imkanlarının yaradılması, hamısı yeni müstəmləkə üsulunun başlanğıcıdır. Eləmi? Məhz elə. Türk dünyasının bu imici regionda Rusiya mövqelərini zəiflədir. Bizim Rus dünyası konsepsiyamız köhnəlib. Artıq düz, qarşı durma xarakterli bəyanatlar işləmir. Bizə yeni dil, yeni metod lazımdır. Hörmət, bərabərlik və nəzarət. Gülür, amma baxışları kəskindir. Sən etiraf edirsən, Vladimir, Rusiya indi məğlub diplomatiyanın içindədir. Avropada sizə inanmır. Başını bir qədər yana əyir. Bəs niyə hələ də o Azərbaycanlıları, Türkmənləri, Qazaxları özünüzün küləşdirmək istəyirsiniz? Çünki biz bilirik, onlar Səfəvilərin, Osmanlıların, Teymurilərin, Şah İsmailların, Şah Abbasların nəvələridir. Və əgər onlar o siyasəti yenidən dirçəldərlərsə, bu dəfə bütün şərqi Türkiyə köməyi ilə də ələ keçirəcəklər. Buna əsla, heç bir halda İngiltərə icazə verməyəcək, dostum. Şəhadət barmağını qaldırır. Biz 18-ci əsrdən bəri Ruslarla birlikdəyik. Qərbdən biz, şərqdən siz. Türk və müsəlman birliyini parçalamaq üçün apardığımız siyasət hələ də qüvvədədir. Amma indi bizə daha çox şey lazımdır. Yeni sistem. Amerika və Avropanı bu bölgədən uzaq tutmaq üçün Çinlə bir ittifaq qurmaq. Yeni güc mərkəzi. Rusiya, İngiltərə, Çin. Dünya balansı dəyişəcək. Türk və İslam torpaqları bu sistemdən necə bölünəcək? Qərb tərəfini siz alırsınız. Şərq isə bizdə qalır. Orta xətti isə Azərbaycan üzərindən keçir. Sabah orada bəzi hadisələr baş verəcək. O torpaqda sükut uzun çəkməyəcək. Bilirəm. Bəxtiyar artıq hər şeyi icra etməyə hazırdır. Sizin çopur əskəriniz öz taleyinə doğru gedir. Mehdi Aydın onların planını pozsa belə, bu dəfə oyun dərin gedir. Helikopterin pərlərindən külək qalxır. İşıqlar yanır. Meydan sanki işıq tufanına dönür. Yaxşı Çar, gedək. Ümid edirəm qurduğum planlar işimizə yarayacaq. Unutma Lord, biz imperiyaların övladlarıyıq. Qanla başladıq, qanla davam edəcəyik.
Helikopterin səsi artır. İkisi də içəri minir. Pərlər dönməyə başlayır. Moskvadan qalxan helikopter dumanlı göyə doğru yox olur. London, Heathrow Beynəlxalq Hava Limanı. Sisli səhər. Sahillərə çökmüş ağır duman, göldə süzülən soyuq külək və təyyarə mühərriklərinin gürültüsü. Vladimir Kleçkov uzun addımlarla terminaldan çıxır. Geniş, sərt çiyinlərində yorğunluq və əsəbin izləri var. Onun baxışlarında dağınıq, amma içdən gələn qəribə bir huzur duyulur. Sanki uzun illik qaçışın sonunda nə isə dəyişəcəkmiş kimi. Yanında gedən James McCarthy kostyumunun düyməsini bağlayır, aristokrat sakitliyi ilə. London səni yenidən qarşılayır, Vladimir. Bir müddət burada qalacaqsan. Hər şey danışdığımız kimi olacaq. Mənim isə bəzi məsələlərlə məşğul olmağım lazımdır. Həmişəki kimi. İngilisin işləri heç vaxt bitmir. Axı bütün dünyanın yükü bizim çiynimizdədir. Baxışırlar. James ona otelin açar kartını uzadır. Bu otel sənindir. Rahat ol. İstədiyin əyləncə növləri mövcuddur. İstər sadist ol, istərsə mazoxist, fərq etməz. Vladimir özünə xas acgöyüz baxışı ilə James'i süzür və kartı alır. İçində qaranlıq, anlaşılmaz hisslərlə otelə doğru yollanır. Hotel Grand Royal, 14-cü mərtəbə. Gündüz. Otelin dəhlizi uzun, səssiz və biraz qorxunçdur. Divardakı lampalar sarı işıq saçır. Vladimir qapını açıb içəri girir və olduğu yerdə donub qalır. Otaqda 3 nəfər onu gözləyir. Mete, General, Kürşad. Hər biri sakit, hər biri sanki saatlarla bu anı gözləyirmiş kimi. Xoş gəldin Vladimir. Buyur otur. Vladimir qapını örtür. Heç nə demədən masaya yaxınlaşır. O oturan kimi otaqda hava ağırlaşır. Deməli, buraya qədərmiş. Maraqlıdır. Köynəyinin yaxasını hazca açır, masadakı viski şüşəsindən stəkana süzüb içir. Siz bilirsiniz mən niyə uduzdum. Çünki ruslar, bəli, mənim millətim çox qorxaqdır. Otaqdakılar bir anlıq susur. Mete qaşlarını qaldırır. General dodağını büzür. Ruslar yalnız görünüşdə güclüdür. İçlərində isə öz kölgələrindən belə qaçırlar. Biz imperiya qurduq, düzdür. Amma onu qorumağa heç vaxt cəsarət etmədik. Çünki Rus ordusunun yarısı daimi qaçmaqla məşğul idi. Biz ancaq silahla, saxtakarlıqla, zəhlə tökən baskı ilə yaşadıq. Cəsarət bizdə yox idi. Biz imperiyadan çox imperiya rolunu oynayan komik teatr idik. Vladimir'in səsində dərin bir acı var. Siz, türklər isə, siz qorxaq deyilsiniz. Bax, buna görə biz sizi heç vaxt tam məğlub edə bilmədik. Sizin içinizdə bir şey var. Mən buna inadlı ruh deyirəm. Bəs niyə bu qədər insan öldürdün? Yüzlərlə günahsız türkün qanına batdın. Hələ öz adamların Sistani, Teymuryan, Muxtarini demirəm. Vladimir gözlərini yumur, uzun müddət danışmır. Çünki qorxaq millətlərin ən güclü silahı xain axtarmaqdır. Mən onları öldürməsəydim, siz gec-tez onları ələ keçirib bizə qarşı istifadə edəcəydiniz. O xainlər də anında məni və təşkilatı satacaqdılar. Bəs səni öz təşkilatın satmadı mı? Vladimir dodaqlarını dişləyir. Bir anlıq titrəyir. Əgər James məni sizə verdisə, buna sevinməyin.
Çünki deməli, məndən daha təhlükəli və qorxunc bir başqa silahı var sizə qarşı. Qəbul edin ki, yüz illərdir öncə bizim ulu babalarımızın, sonra Avropalıların hesabına yaşamısınız. Daima. Sən əvvəllər təşkilatın gizli gücü idin, sonra deşifrə oldun. Ona görə də arxandakı güc geri çəkildi. Sən də tükəndin, yoruldun. Ən son olaraq da terrora əl attın. Qarabağ müharibəsi mənim və təşkilatımın fiyaskosu oldu. Qəbul edirəm. Bəs şərqdəki müttəfiqlərin niyə səni satdı? Onları ki, hakimiyyətə sən gətirmişdin. General, sən onların ailələrini gizlətdin. Sən onların varislərini xilas etdin. Mən bilirdim. Ona görə məni öldürmək istəyirdilər. Amma gecdi. Artıq bu oyunun sahibi sizsiniz. Bəli, bizik. Hər zaman da biz olacağıq. Mətə, Kürşad, siz bunu yaxşıca danışdırıb hər şeyi etiraf etdirin. Mənim kiçik bir işim var. Sonra birlikdə vətənə dönəcəyik. General çıxır. Mete və Kürşad nifrətlə Vladimirə baxırlar. Onun əvvəlki zəhmili görüşündən əsər əlamət qalmayıb.